Vietnamdan hər kəsə salamlar. Axır ki, burada gəlib çıxdım. Amma bu dəfə fərqli olaraq şəhərdə yox, səyahətimi şeydən başlayıram. Vietnamın kəndindən başlayıram. Görürsünüz, yəni kənd səsləri də gəlir. Belə bir qəşəng bir kəndin içində belə oteldir, yəni balaca belə bir evlərdir. Belə çaydır, bilmirəm nədir bax belə. Əsl kənd həyatı. İndi planım nədir? Gedim, hələ biraz həm kəndi gəzim, kəndə baxım, kəndi sizə göstərim. Yəni, səhər tezdən gəlmişəm, hələ də heç nə yeməmişəm. Görək bir də yeməyə bir şey tapıram yoxsa yox. Yəni bu belə havada yaxşıdır. Gələndə yağış yağırdı. Amma bu tərəflərdə yağış yağanda elə bütün günü yağmır da. Yəni 1-2 saat yağır, sonra birdən-birə kəsilir. Və indi yer elə yaşdır. Görünür ki, yağış yağıb, amma artıq yağış kəsilib. Ona görə rahat gedib gəzmək olar. Velosipedlər var, yəqin nə bilim icarəyə götürmək olar. Yəni moped də var. Velosiped var, hələ də soruşmamışam. Sonra maraqlanıb, belə də qəşəng it var burada. Buradan da çıxırsan, yine bildiyimiz kənd yeri. Gün də çıxır. Yağış yağıb, sonra gün çıxır, hava istidir. Hava yaxşıdır. 30 dərəcədir. Belə nə pişirmirsən də, yəni istidir. Az gəzmək olar. Buradan da çıxırsan. Hay. Buraya çıxırsan, bu da əsas yol buradadır. Belə yolumuz o tərəfədir. Bu kənd olsa da yol yaxşıdır. Hay. Yazı da hər şey belə Vietnam dilindədir, bilmir bu nədir. Mağazadır, kafedir, restorandır, nə bilim. Kafeye oxşamır. Yolun qırağında meyvə. Baxıyor bu nədir? Bilmirəm bu nədir. Şeker qamışıdır, ondan sok edirlər. Kənd təsərrüfatı. Xoruzlar, xoruzlar. Yumurtalar. Mülki. Mesela 35.000 hardasa 2 manat zad edir. Yəqin nə bilim 10 dənəsi olar da, bir dənəsi olmaz. Hi, do you have something to eat? Eat, food. Food. And meat noodles. Okay. Meat noodle. Okay. How much? Bún xào bao nhiêu má? 20. 20. 20. Okay, I have one. Yeah, one. Okay. Yeah. I sit here. Yeah. Okay. Thank you. Bana görünür ki, əsas şərt odur ki, menüdə heç nə yoxdur, İngiliscə heç nə yoxdur. Yəni, cəmaat da belə İngiliscə danışa bilmir. Bilir ki, burada yerli cəmaat yiyir. Dedi ki, şeydir, nə bilim, yumurtalı ərişdə ətlə, nə bilim, nəsə elə bir yerdir. Dediyim kimi də, yəni, İngiliscə menü yoxdur, İngiliscə belə danışma, bilinir ki, burada yerli cəmaat gəlir. Həmişə mən gedirəm də, yəni yerli cəmaat harada yemək yiyir, mən də orada yemək yiyirəm. Mən də qəşəngdir burada, istirahət edir. Buraya gidiyoruz.
O böyle yaşam posta böyle balaca değil. Ah, okay. Thank you very much. Too spicy? Spicy? Chút xíu. Ah, okay. Ha. Yeah. Okay, thank you. Đây này chèn vô. Aha. Görün poğaça baxın. Görək nəfər dadına baxaq. Nəfər mən bunu yeyəcəm bilmirəm. Sən bilirsən çox dadlıdır. Em cứ đi ăn cơm đi, em đừng quan tâm tới anh. Qaşını da qoyublar, bir də ki haricidir. Çubuqla yeyə bilmir. Çubuqla asan deyil. Bildiyimiz nədir? Ərişlər də burada. Ərişlər burada ət var. Ət nə ətdir bilmirəm, amma qəşəngdir. Neyse, yemeği yiyeyim, sonra devam edelim. Ha, dediğim gibi orada boşqab ərişdə ət də var idi, çox dadlıydı. Biraz da dediğim kimi mən bu istiyoti neydi, çox qatmışam, acılı oldu. İndi su içirəm. 20 eləyir hardasa. Nə bilim 1 manat 30 qəpik nəsə belə bir şey eləməlidir, hə. Deyim ki, lap mənə tutdu, doymuşam, yox. Amma yəni biraz şeydə, aclığım var idi, yedim biraz, necə deyək, gözümə işıq gəldi. Şimdi biraz gəzə gedəcəm. Gəzə gedəcəm, görüm də. Demək, bura kənddir, bu kənd ərazisidir. O biraz bu yolla düz getsəm, yəni bu Bentre kəndidir. Bentre kəndinin yeni bir şəhəri də var da. Necə deyim sizə? Yəni əslində bu kənd sayılır. Sadəcə bura bildiyimiz kənddir. Yəni burada kənd səsləri gəlir, yəni kənd həyatıdır. Biraz qabaqda orada kəndin inzibati ərazisi, belə deyək. Orada nə bilim mağazalar var, nə bilim. Bir de kənd həyatı. Dediyim kimi qabaqda orada mağazalar, zatlar var. Orada da gedəcəm, orada da bəlkə güvəri bir şey yedim. Çünki bu ərişdə mənə bəs eləməz, dəqiq. Bir şey. Kərpiç səthi. Belə qəşəng kərpiçlər hazırlar bu da Vyetnamın kəndində. Tikinti gelir. Burada maraqlı bir şey görmüşəm, maşınlarda belə bir şey var, yazılıb məsəl üçün 100 kilometre nə qədər litr yandırır. Sadəcə burada bilməm, yəqin tıxacdadır, trasdadır, yəni fərqli şeylər qeyd olunub. Maraqlı bir şeydir. Mənə kilo biliblər. Bizə o tərəf lazımdır, o başa. Yolun o tərəfinə keçək, körpünə keçək, orada şəhərdir. Burada görürsünüz, burada avtobuslar artıq var, biraz şeydir. Canlanma var biraz. İt də çoxdur, fikir vermişəm, yəni çoxdur burada. Biri də buradadır. Burada zebra falan yoxdur, mən zebra zat görmürəm. Yəni, maşın da çox deyil, ona görə rahat keçək. Deməli, şəhərin əsas çayı budur. Mən belə başa düşürəm. Bu da şəhərin əsas çayıdır, yolun o tərəfində, bilməm buradan görsənir yoxsa yox. Şəhərin əsas bazarıdır.
İndi yolu keçim. Gelib oradaki bazara da baxaram. Bu da budur. Həmin o bazar. Xin chào. Ha, ya. Mandarindir bu, ha. Bildiğimiz mandarindir. Ama bu yaxşı meyvə olur. Dragon fruit, əjdaha meyvəsi. Bir ikisini yəqin alaram, sonra axşam yeyərəm. Xin chào. Bu da bazara girişdir. Talkuşka. Bir maralı ne var burada? Ne bileyim deyəsə bu şey kakosdan hazırlanan konfetlərdir. Bu da mən bilən şey. Bura turistik yer deyil. Burada ancaq yerli cəmaət gəlir, alış-veriş edir. Bax burada yəqin yemək pişirilir, yoxsa bağlanır, burada yox. Bu çox güman ki, donuz ətidir. Dəniz məhsulları, bazarlar. Burada da balıq. Şimdi böyle qarardan dedi. Soyuqlar. Abi de şey yeme. Ne falan yiyirlər ya. Ne böyle? Moralı, yani dəniz məhlukları. Qurbağalar var, yeni qurbağaları yiyirlər. Deməli bura Kuruqdur. İndi baxaq Kuruqdan hansı tərəfə gedək. Belə maraqlı adeta o tərəf daha məncə maraqlıdır. Yəni ki bura. Burada deyəsən, orada heç nə yoxdur. Ən yaxşısı oradır. Yəni buradan zebradan keçək. Elə də gedərik. Sonra mən fikir verirəm, burada yəni yol verən yolmur ha. Burada gərək özünü şey atasan maşının altına. Ha yox ya, burada yol vermirlər. Burada geri evdən barmaq eləyərsən, tükünməsən, əl göstərəsən ki, sən yol keçmək istəyirsən. Hər şey özünü keçir, onu sənin şey abyezd eləyəcəklər. Все. Öyrəşmişəm. Onlar öyrəşmişlər. Burada yol gözləsən, heç kim sənə yol verən deyil. Sadəcə fikir vermək lazımdır ki, maşınlar hardadır, necə gedirlər, yəni əsas maşın da yoxdur, əsas şeydir, mopedlərdir burada. Əsas mopedlərdir, onlar da şey, manevr eləyə biləcəklər də, vurmayacaqlar səni, rahat keçmək olur. Nə var burada? Yine atlarını bilirəm, heç atlarını da bilmirəm. Yine baxıram ki, ah, okay, thank you. Okay, give me one chicken rice noodle soup.
Yeah, yeah. Anh sẽ chọn. Heh, okay. Abi bir dənə toyuq ərişdə su sifariş edim. Bir dənə bu kasaya bax o, porsiyon. Ha, boydadır bu. Bir dənə də ice veriblər. Nə bilim bu limondur. Bu da yəqin nəsə şey ədviyyat qab. Bu nədir bilmirəm. İndi baxacağam. Amma yəni kasa balaca kasa deyil ha deyim sizə. Amma da qiyməti deyəsə şeydir. 45-50 min. O da hərsi nə bilim 3 manat pul eləyir. Görə dadına baxım amma yəni dadlı şey oxşuyur. Başa göre bu nətər olan şeydir. Bu yəqin bura gedir. Mənə elə gəlir. Maşallah bir ya buna baxın nə qədər toyuq var burada. Çox superdir. Hə, əladır, yeri var. Neyse. Yemek geçendi. O yiyeyim kurtarım sonra videonu devam edeyim. Ha, çok. Yemeği yedim. Geçendi. Ama bunu getiriblər ice. Bir qurtum içdim sonra gördüm ki orada şey buz var. Belə yerlərdə yəni buz olan şey içkiləri içmir. Məsləhətli deyil. Ümid edirəm ki, mənə heç nə olmayacaq. Çünki bu zadı kran suyla eləyirlər. Orada da nə bilim mikrob zad olur. Daha ümid edirəm ki, daha heç nə olmayacaq. Yəni 1-2 qurtum içdim sonra şeydə sonra gördüm ki, orada buz var. Neyse, gedək borcumuzu ödəyək. Gedək. Thank you. Thank you. Thank you. Thank you. Ha, bu da oldu. Bay bay, bay bay. Bu da oldu 45 min. 45 min elə eləyir o 3 manat eləməlidir. Hə. Nə bilim o kənddə 20-yə idi. Yəni ərişdə, burada da şey 45'ə. Bu biraz şeydir, nə bilim şəhərdir də. Ona görə qiymətlər biraz nisbətən baha olur. Hə, burada elə baxıram şeydir. Hasmon bazarıdır. Şeydir. Ticarətdir. Min bir xırda var. Ha, elə. Gedim onda indi şeyə. Bazara. 2 dənə meyvə alım. Akşam da yiyərəm. Deməli belə bir şey fikir vermişim. Amma burada görün ki, suvenir pullar satırlar. Görürsünüz, dollar var, avro var. Yəni biraz dollar nisbətən oxşuyur. Vietnamın pulu yəni çox fərqlənir. Yəni bu pulları nəyə görə satırlar? Bildiyimə görə onlarda belə bir inanc var. Hansı bir bayramlar olur, nəsə günlər olur. Və bu pulu yandırırsan, ki səndə pul olacaq da. Amma çünki onların öz pullarında belə göstərim sizə. Bax məsəl üçün eyni 100 mindir də məsəl üçün. Görürsünüz, o da yaşıl rəngdədir. Yəni oxşarlı, müəyyən oxşarlıq var. Müəyyən deyəni ki, yəni çox oxşuyur da. Yəni arxa tərəfi yaman oxşuyur, amma ön tərəfi tamamilə fərqlidir. Çünki burada onların lideridir, yəni Xoşumin var və onun yəni ki, burada olsa bu yandırsaz biraz məncə düzgün olmaz. This how much? How much? Bao nhiêu không? Mua gì á chị? Mua gì ghé mua giùm đi. Cái loại xôi này nè. Chừng nào có cần chứ? Yaman. Bir dənə balaca banan aldım. 20. 20 nə qədər eləyir? Nə bilim hardasa şeydir. 1 manat 30 köpük. O belə balaca bananlardır bu belə. Axşam yeyərəm.
Nəsə meyvələr var. Burada da deyəsə o əjdaha meyvəsi də var. Ciao. One? One. This. This is big. This one. Theo thousand. Huh? Theo thousand. Okay. So yeah. Theo. Thank you very much. You okay? Yeah, thank you. Yeah. Xin chào. Chào. Uống nước dừa không? Huh. See you there. The coconut? No. Huh? For you coconut. No, thank you. For you. Đây đây. Come on. Cảm ơn. Come on. Ne pay verirler bana şey. Şey kakası verməyinə verdilər. Mən onu nətər içəcəm? Yəni straw. You wait for me. Okay. Bu kakao suyu çox qəşəng olur ha. Burada şey yəqin kartof kimi bir şeydir də, yəni götürüb belə şey verir. Hadi bibi də gətirir trubuşka. Come on. So. Trubuşka da gətirdilər, gəlin içək baxaq. Azerbaycan. You know Azerbaijan? I know. Türkiye, Russia, İran. No. I don't know. Bakın bunlar orada Azerbaycan bilirlər.